Salam hörmətli izləyicilərimiz, bu günləri büdcəsi az olan müştərilərimiz bu evə diqqətlə baxsın. 3 otaqlı mənzil 88.000 manata, qazlı və kubçalı bir binada. Və yerləşmə yeri də möhtəşəmdir. Bakı-Sumqayıt yolunun çox yaxınlığındadır. Hal-hazırda qonaq otağını görürsünüz. Sizə indi evin layihəsini başa salacağım. Gəlin gedək koridora, dəhliz hissəsinə baxağın. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə sağ tərəfdə uşaq otağı burada nəzərdə tutulub. Belə bir bu mənzil 2 otaqdan peridelkadır. Uşaq otağını gördünüz. Düzünə getsək hamam otağımızı sizə göstərim. Evimizin ümumi sayısı 61 kvadratdır və birdən fikirləşərsiniz ki, bu qiymətə birinci yaxınıncı mərtəbə mansarddır. Yox, orta mərtəbədir. 7 mərtəbəli binanın 5-ci mərtəbəsidir. Belə düzünə getsək mənzilimizin mətbəxi balaca olsa da ayrıdır. Gördüyünüz kimi belə bir qapısı var. Pəncərə də belə qoyub eviyəsi. Gəlin sizə valideyn yataq otağını göstərim. Evimizin valideyn yataq otağıdır. Təmirdən sonra yaşayış olmayıb. Oturuşmuş bir binadır. 2 ilin binasıdır. Yataq otağı geniş ölçüdədir. Və qonaq otağına geri dönüş elədik. Qonaq otağından sizə balkonu görürsünüz. Qiyməti vurğuladım hörmətli izləyicilərimiz. Ən əsası mənzilimiz kubçalıdır. Buyurub gəlib baxa bilərsiniz. Kanalımıza abunə olmağı unutmayın. 3 otağı axtaran peridelka müştərilərimiz buyurub əlaqə saxlayıb gəlib baxa bilər. Like qoymağı və abunə olmağı yenə də deyirəm. Sizə xahiş edirəm, yanınızdan çıxarmayın. Bugünə bu qədər, sağ olun.